kanalının 5 il əvvəl videosunu götürüb tənqid yox, söyüş obyektinə çevirən bu xanımın hərəkətindən belə çıxır ki, köləlik etdiyi Trump və Netanyahu İranda iflasa uğrarkən Azərbaycanlıların İranla həmrəy olduqlarından qorxuya düşüb. Köhnə erməni məsələsini ortaya atır, ziddiyyət yaratsın. Nə düşünürsünüz? Ortalığa gündəm axtarırsınız? İranda uşaqlar bombardman olurkən, Təbrizdə analar ağlar qalarkən, daşdan səs çıxdı, sizin kimilərdən yox. Siz hələ iddia etdiyiniz soydaşın nə olduğunu anlamırsınız. Onsuz da bizim sizin kimilərə ehtiyacımız yoxdur. Təbriz sizin kimi nə İsrail pərəst olub, nə Epstein tərəfdarı. Bəli. Xanım öz aləmində ağıllı danışır və deyir ki, İranlı uşaqlar bombardıman ediləndə, İranlı analar gözyaşlı qalanda səsinizi niyə çıxarmırdınız? Bağışlayın, cənab-ı xanım, biz gündəm axtarmırıq, biz olanları göstəririk. Niyə sizə bununla bağlı heç nə demirik? Çünki özünüz öz millətinizin qanına susuyursunuz və özünüz öz gənclərinizi öldürürsünüz. İstəyir silahla, istəyir döyərək, istəyir zindanda, istərsə də ki, dar ağacından asaraq. Bu izlədiyiniz görüntülər bəlkə sizin üçün yeni ola bilər. Amma hamısı bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində paylaşılan faktlardır. Cəsədlər içərisində insanlar öz doğmalarını axtarır. Bu cəsədlər İranın və yaxud da ki, İsrailin hücumu zamanı öldürülən kəslər deyil ha. Sizin molla rejiminizin öldürdüyü adamlardır. Fakt göstərirəm. Belə havayı danışmıram ki, özlərini döyən analar, üzlərini cıran analar gördüyünüz kimi. Bunlar sənin tərəfini saxladığın, yeri gəlmişkən sən də onlardan birisən, sənin tərəfini saxladığın molla rejiminin əl işlərindən cana doyanlardır. Övlad böyüdüblər min bir əziyyətlə, amma haqq səslərini çıxardıqlarına görə boğulublar. Gerçəkdən boğulublar. Səsləri yox, özləri boğulublar, həm də dar ağacında. Bir ananın qəbri üzərində, övladının qəbri üzərindəki fəryadı eşitdirirəm sizə. Mən Dağlar Munadi, Fərzənd Hərzi, Pedər Venus Munadi. Bu da mənim xanımımdır, Reyhan Yoldaşı. Yoxsullar bu xanımın dadüstlərinin qabağında sığırdı, qızımızı öldürürsən. Ondan xanımın verdiler zindana. Apardılar zorda zindanda təcavüz elədilər xanıma. Mənimlə qoluma dəstək vurdular xanımla. Özümü xoş verdim. Xanıma apardılar zordan dəstək vurdular, şənəsi bir də təcavüz ediblər. Adamın bəzi. Bizi oradan tutdular, apardılar, fəqət dedi qızımızı nə üçün öldürübsünüz, özümüzdən dərd çəkin. Bizim iki kəlmə məclisində demişdi, bahalaq kesilməlidir. Onun üstündə siyasilərdən öldürdülər qızımı. Oyanın, mərdum, oyanın. Oyanın deyir, oyanın. Sizin Respublikanın vətəndaşlarıdır bunu deyən. Gündəm axtarsınız. Deyirsiz ha, biz gündəm axtamıq, biz olan deyil, xəti üzə deyil. Xəti üzə deyil. Üzr istəmirəm amma buna görə. Qoyun elə xətrinizə dəysin, qoyun elə şah damarınıza toxunsun. İran İslam Respublikasının zəhər saçan aparıcıları, cəmaatın balası yaşayış şəraitinə görə etiraz eləyir. Cəmaatın qız övladını gəbərdirsiniz, o dünyaya göndərirsiniz. Hələ bir utanmadan bizlə bağlı video çəkməyə də davam eləyirsiniz. Deyir, məscidin qapısı açıq olanda itin abır həyasına nə gəlib? Sizin abır həyanıza nə gəlib soruşmaq ayıb olmasın.
və bu gördüyünüz cəsədlər sizin əl işlərinizdir. Bir daha qeyd eləyirəm. Yeri gəlmişkən zorlanmaq nə deməkdir? İslamda zorlanmaq mı var? Cündəm axtarsan, cündəm buydadır da. Bundan qəsək cündəm haydadır cöyəsən. Cündəmdir də apaysız, zoyuysuz, sonra da deyirsiniz ki, biz İslam ümmətiyik. İslamda zorlanma yoxdur axı. Ağay bacı, bacılar bacısı, analar anası. İndi bu yenə də deyirəm, şallanmaqla deyil axı. Şallanıb güya siz nə olur ki şallananda anlamadım mən. Nədir? Deyək ki, axşam oturub içirsiniz 50-50, səhərdə durub yaylığınızı bağlayıb dindar olursunuz. Gözünüz bilmirsiniz. Bəlkə içkidən filandan uzaqsız xəbərimiz yoxdur. Nəysə ki, bu məsələlərə toxunmuram, özünüz bilərsiniz. İçki içirsiniz, siqaret çəkirsiniz, özünüz bilərsiniz. Amma bacı, gündəm elə budur da. Gündəm budur. Gündəm odur ki, siz bir ananı gözü yaşlı qoymusunuz. Bugün də molla rejimini lənətləyir və insanlara deyir ki, ayağa qalxın, balalarımızı öldürürlər. Deyirsiniz, bizdə uşaqlar öləndə niyə göz yumdunuz? Bizim gənclərimiz öləndə niyə göz yumdunuz? Özünüz öldürürsünüz də. Birinin başını çırpırsınız o səkiyə. Məhsa Əmini 22 yaşında. Niyə öldürdünüz ki? Saçı görsənirdi buradan ona görəmi? O ixtiyarı kim verir sizə? Nə özünüzdən orada əmrikə kəşf eləyirsiniz siz? Siz əmrikə kəşf eləyən olmusunuz? Sənin öldürdüyün Məhsa Əminiyə görə mən 4 ildir danışıram burada. Sənin heç ruhun da incimir əslində. Sənin cinsindən olandı o. Azərbaycan qadındır o. İndi güneydəndirsə. Heç Azərbaycanlısını da elə qoyuram kənara. Bir İranlıdır da. Sən necə sustun? Niyə mumladın, yumdun ağzını? Niyə sustun? Bilirsən niyə sustun? İndi video çəkəndə deyirsən ha, Əmrikənin, İsrailin pulu ilə danışan media. Ay yazıq. Şəxsən öz adıma deyirəm. Heç kimin pulu ilə danışmıram. Çünki heç kimdən pul almıram. Amma sən bədbəxt, sənin molla rejimin nə deyirsə, onu çərənləyirsən. Danışmırsan, çərənləyirsən. Bunlara kör olmaq, mütləq gözü yumulu olmaq demək deyil ki. Bunları görmürsənsə körsən, kör başqa cür. Necə olur ki? Fəryad eləyir ana. 20-22 yaşında oğlanları sizin polisiniz, silahlı qüvvələriniz öldürür. Niyə? Çünki onlar azadlıq şüarı səsləndirirlər. Çünki onlar ölüm olsun Xamneyiyə səsləndirirlər. Çünki onlar biz dünyəvi dövlət olmaq istəyirik deyirlər. Siz nəyin ümumiyyətlə şərhini verirsiniz? Siz nə deyirsiniz, anlayırsınızmı dediyinizi? Azərbaycanlı aparıcı gündəm olub şəxsi həyatı ilə. Şükür Allaha, mənim şəxsi həyatım ortalıqdadır. Siz heç buna görə əziyyət çəkməyin. Nə gözəl ki, İranı da tərpədib mənim gündəm olduğum. Görün nə qədər məzlumsuz ki, yazıqsız ki, birisinin yalanı üzərinə düşüb, güya öz aləminizdə mənə cavab verirsiniz. Mən faktı göstərirəm. Faktınız var? Göstərin. İzləməyə hazırıq. Bilirəm ki, bu videonun ardından da video çəkəsiniz. Hətta sizi canlı efirə bağlamağa da hazıram. Nə də olsa, mənim dilimdə Azərbaycan dilində danışırsan. Yəni, güneyli soydaşlarımızdansan. Düzdür, siz deyirsiniz ki, biz soydaş filan başa düşmürük. Bəli, mən ümumiyyətlə mənim dilimdə danışıb, məni təhqir edən adamlara başa düşmürəm. İstəyir Azərbaycanda yaşayan Azərbaycanlı olsun, istəyir xaricdə pul alıb danışan Azərbaycanlı olsun, istəyirsə də ki, sən güneyli soydaşım olsun. Bəli, sən mənim ölkəmi aşağılayırsansa, Bakı Respublikası deyirsənsə, bir dəhlizimiz var idi, Zəncəzuy, adın qoyduğunuz tip dəhlizi deyirsənsə, bəli, mən sənə cavab verəcəm və mən səni
soydaşım saymıram. Sən mənim soydaşım ola bilməzsən. Məndən olub mənə dönük çıxan mənim soydaşım ola bilməz. İkinci də ki, öldürürsüz, qanına qəltan eləyirsiniz, molla rejiminiz bugünə qədər eləyib, bugündən sonra da davam eləyirsiniz. Baxmayaraq ki, Müçtəba Xamenei süni tənəffüs aparatındadır, amma siz yenə də gəncləri qanına qəltan eləməyə davam eləyirsiniz. Bir gəncin anasıdır. Kül töküb üzərinə, torpaq töküb üzərinə, üzünü gözünü cırır. Niyə? Çünki sənin kimi adamlar, hansı ki molla rejimini dəstəkləyənlər var, qorxunuzdan bir cümlə haqqı deyə bilməmsiz. Onun oğlu deyib haqqı, onun qızı deyib haqqı və o haqqı dediyinə görə də canı ilə bədəlini ödəyib. Canı ilə ödəyib. Hansı ki siz başqalarının ayağının altında can verirsiniz yalan danışmaq üçün. Bizdə, Xocalıda, uşaqlar donanda, Qaradağlıda, yandırılanda ailələr, Malıbəylidə yandırılanda, ondan sonra Qazaxda elə verişə hazırlaşan ərəfədə qarşıma çıxdı. Hamilə qadını qarnını yarıb uşağını çıxarmışdılar və sonra qadını yandırmışdılar. Orada o zaman siz hardaydınız bəs? İndi deyirsiniz ha bizdə uşaqlar öldürülür, gənclər öldürülür. Öldürməyin də niyə öldürürsünüz ki? Nə üçün öldürürsünüz haqq səsini çıxaranlar? Hələ bir utanmadan da bizdən soruşursunuz. İndi mən də sual verirəm. Xocalıda bizim uşaqlar donanda, Malıbəylidə, Qaradağlıda o faciələr yaşananda hardaydınız siz? Siz hardaydınız? Bir dəfə güya Şuşa üçün hərəkətə keçmək istədiniz. Sizlə danışıqlar gedəndə Şuşa işğal olundu. Siz hardaydınız? Sizə pənah gətirənləri Araz çayında saxlayırdınız. Bəzilərinin ayağı kəsilib Araz çayının suyunda donduğuna görə. Tarixi faktdır, yuxuda gördüyümüz deyil. Danışmırıq. Və nə qədər ki danışacaqsınız, o qədər də cavab alacaqsınız. Azərbaycanın daşı çox-çox ağırdır. Sizi qınamıram ki, bəs ermənidən çox ermənisiz, əbəs yerə demirəm ki. Siz bəli ermənidən çox ermənisiz. Bugün Ermənistanın parlament spikeri Alen Simonyan deyir ki, çox üzr istəyirəm. Zamanında mən də artsaq demişəm Qarabağa, üzr istəyir buna görə. Siz isə erməniliyinizdən əl çəkmirsiniz. Biz köhnə materialları qoyub danışırıq deyirsiniz. Bugün eyni ritorikada davam edirsiniz. 5 il əvvəl olan sözü bugün demirsiniz ki, 5 il əvvəl də deyirsiniz ki, siz Amerikanın və İsrailin puluna danışırsınız. Azərbaycan mediası. Bugün də eyni şeyi deyirsiniz o videoda. 5 ildən bugünün nə fərqi var sizin üçün? Çevir tatı vur tatıdır da sonuçta sizin yanaşmanız. Bəlkə generallarınız gəlib Qarabağda separatçılara təlim keçmirdilər şahid 136 pualarınızdan istifadə etsinlər deyə. Siz İsraillə dostsuz, İsraillə hansısa bir şəkildə əməkdaşlığınız var, biz sizi qəbul etmirik deyir. Siz savadsızlığın dərəcəsinə baxın. Siz də erməni ilə sevişirsiniz də. Onda biz də sizi qəbul eləməyək də. Yox, biz çox normal yanaşırıq. Hərənin seçimi özünə görədir, hərənin dostu özünə görədir. Düzdür, ermənilər sizin dostunuz deyil, olmayıb, heç vaxt da olmayacaq. Siz özünüzü oynayırsınız. Ona görə bugün siz ermənilərin də əlinizdə tutmusunuz bir silah kimi istifadə edirsiniz. Öpüşürsünüz demirəm, siz ermənilərlə sevişirsiniz. Bu adi bir şey deyil. Amma biz İsraillə hansısa bir şəkildə əməkdaşlıq eləyə bilmərik. Niyə eləyə bilmərik? Siz mi qadağa qoyacaqsınız onu bizə? Kim yanımızda olub müharibədə? Kim bizi dəstəkləyib müharibədə? Günahsız ölümləri çıxmaq şərti ilə. Biz də o ölkələrə dəstəyik. Sizin puanınız mənim qardaşlarımın başına yağıb onları şəhid eləyib. Mən səni dəstəkləməyəcəm. Bir ömür də bundan sonra dəstəkləməyəcəm. Nə qədər söysəz də. Ay Allah, İslam dinində olanların söyüşü də bir başqa olur ha. Yer gəlmişkən bunu da deyim. Nalayiq ifadələr çıxardırsınız, ağzınızı əyə-əyə. Burada da zəhərlədiyiniz toplum ki var ha. Nə qədər danışırsınız danışın.
heç nə əldə edə bilməyəcəksiniz. Mənim dostum, mənim soydaşım bilirsiniz kimdir? Birinci Qarabağda keçmiş məcburi köçkünlərimə kömək eləyən, dayanın sizi xəbər eləyəcəm deyib Araz çayında saatlarla onları ayaqyalın gözlətdirən deyil. Bir yerdə hardasa 5 nəfərə kömək eləmişsiniz keçməyə və salam, əllərində bayraqdır. Yaxşı şey etmisinizsə sağ olunu demişik 1000 dəfə buna görə. 1000 dəfə sağ olunu demişik. Prezidentimizi xoşa gəlməyən sözlərlə ünvanına təhqirlər yağdırırsınız. Cənab prezident sizə humanitar yardımla cavab verir. Görün nə qədər ucuzsuz siz, nə qədər ucuzsuz. Erməni onu eləmir, amma siz onu eləyirsiniz. Bilirsiniz, burada ona görə deyirəm, siz ermənidən daha çox ermənisiniz. Erməninin etmədiyini siz eləyirsiniz. Məsələn, mən Ermənistan mediasında, televiziyasında elə bir aparıcı görməmişəm ki, bizim prezidentə təhqiramiz sözlər desin. Tənqid eləyə bilər, müharibə vaxtı bizdə deyirdik, Nikol Paşinyanla bağlı filan filan. Tənqid etmək başqa şeydir. Amma siz təhqir eləyirsiniz. Ona görə deyirəm, bu heç nəyi həll eləmir. Və siz İslamın əleyhinə gedən, İslamın qayda qanunları öz şəxsi mənafeyinizə uyğun dəyişən yeganə İslam ölkəsisiz. Yeganə İslam ölkəsisiz. Bu da dırnaq içərisində sizin İslamdan xəbəriniz yoxdur. İslam çadıra deyil. İslam çarşaf deyil. İslam yalan deyil. İslam şər deyil. İslam ölüm deyil. İslam partlayış deyil. İslam terror deyil. İslam dini, dinlərin ən gözəlidir. Yaşaya bilən insanlar üçün ən gözəlidir. Onu da elə təhrif eləmişsiniz ki, insanlar onu da rahat yaşaya bilmir. Və o qədər beyin yumusuz, necə ki, sənin də beyni yuyublar, ha? O qədər beyin yuyulub ki, siz hələ də özünüzə gələ bilmirsiniz. Və buradan sizə deyirəm. Mənlə bağlı İranda siz bizim soydaşımız deyilsiniz filan filan deyənlərə deyirəm burada. Bəli. Biz sizin, sənin şəxsən deyirəm, orada Güney Azərbaycanda o qədər gözəl soydaşlarımız var ki bizim. Sənə deyirəm, bəli, sən mənim soydaşım deyilsən. Mən də sənin soydaşın deyiləm. Çünki sən ermənini qucaqlayansan, mən də Azərbaycan üçün ölümə hazır olan birisiyəm. Bizim aramızda çox fərqlər var. Çox fərqlər var. Və sən məni anlaya bilməzsən. Çünki sən vətəndaşının haqq səsinin boğulmasında Molla rejimini haqlı çıxardan birisisən. Mən də Qarabağ işğaldan azad olundu. Ordumuzun gücünə, şəhidlərimizin qanına, qazilərimizin canına, prezidentimin gücünə deyən adamamsa səninlə mənim əqidəm, Güneyli soydaşım olmursan, haralı soydaşım olursan ol, fərqi yoxdur, amma yenə də deyirəm, Güneydə bizi dəstəkləyən çox sayda insanlar var. Çox sayda, həqiqətən soydaşlarımız var. Bizim dilimizdə o iyrənc ifadələrlə danışmayın heç olmasa. Bunun ən azından xahişini eləyirik. Şər atmayın bizə. Bizə şərt qoymayın. Siz niyə Amerika ilə əməkdaşlıq eləyirsiniz? Əcəb eləyirik, əməkdaşlıq eləyirik. Dünyanın böyük gücünün bugün Azərbaycanla əməkdaşlıqda maraqlı olması bizim ölkə olaraq gücümüzdür. Siz bunu anlamayacaqsınız. Çünki siz ümumiyyətlə dünyada nə baş verir onu anlamırsınız. Girib başınızı soxmusunuz o toyuq eşələnəndə torpağa soxur. Başınızı soxmusunuz İrana və qaldırıb baxa bilmirsiniz ki, raketlər bizim başımıza niyə yağır? Bizi niyə vururlar? Molla rejimi bəlkə bir dayan, dur. Günahsızlar bundan artıq öldürülməsin. Nə qədər dar ağacından insanlar asassan gənc. Nə qədər oğlunun ölümünə, qızının ölümünə fəryad eləyən anaları aparıb həbsxanada zorlayacaqsan, deməyə cürətin çatmır. Cürətli jurnalist olun da. Danışın da ölkənizdə baş verənlərdən. Niyə danışmırsınız ki? Adamın qolunu şikəst eləmişsiniz, arvadını da aparıb hardasa zorluyursunuz. Üzünüz qara olsun.
İslamın üzünü qara eləməyin də bari. Bari İslamın üzünü qara eləməyin. Allah təəccüblənir sizi kimləri görəndə. Deyir mənim yaratdığım bəndə budur, Adəm övladı budur. Mən bunu sevərək yaratmışam axı. Ən gözəl əl işimdir yaratmışam. Ən qəliz mexanizmimdir yaratmışam deyir Allah. Sonra da baxır deyir ya Rəbbim, budurmu? Başqasının qadınına toxunmaq olar İslamda. Siz xəstəsiz, siz giçsiz, siz dəlisiz, siz anormalsız, sizin yiyəniz yoxdur, aparıb sizi müalicə elətdirsin. Bir də oradan video çəkirlər mənimlə bağlı. Nə oldu? Sizin də şah damarınıza toxundu. Bəli, İslam dini o din deyil. Kim yalandan kölgələnir altında? Bir yerə qədərdir. Maskanız cırılacaq. Necə ki cırılır söz deyən kimi. Cündəm axtayısı, cündəm. Cündəm iyandır da. İyandan başqa cündəm var. Bütün dünya iyandan danışır. Ondan başqa cündəm var. Cündəm yoxdur axı. Yox deyə gündəm İrandan başqa. Bütün dünyada İrandır. Bütün manşetlərdə İrandır. Hətta xəbərə belə çıxmaq istəmirəm. Nə qədər İran oxumaq olar? Sonra gördüm ki, yox. Ağa Ayıboci məndən danışıb və deyir ki, sizin heç yardımınıza ehtiyacım yoxdur. Yardımınıza ehtiyacın yoxdur. Nə video çəkirsə, deyirsən ki, niyə susursunuz bizdə günahsızlar öldürülür? Heç dəxli var. Mənim günahsız körpələrim əl boyda. Uşaqlar donmuşdu 26 fevralda uşaqda da. Niyə səsvizə çıxarmadınız ki? Bilirəm ya, o vaxtı bəlkə də sən heç doğulmamışdın. Amma mənim 12 yaşım vardı. Dünyanın uşağısan da. Yəni belə baxanda bilinir də dünyanın uşağısan. Niyə çıxartmırdınız səsinizi? Sonuna qədər erməninin yanında oldunuz. Bundan öncəki verişimdə də dedim. Qəbirlərimizi görəşən kimi eşirdiniz. Görək orada qızıl diş tapacağıq. Ölmüş adamdan diş oğurlayan adamlarsınız sonuçta. Nədən danışırsınız siz? Hələ bizim keçmiş məcburi köçkünlər evlərini tam tərk etməmiş. Gəlib bəlsin gözün qabağında evini yağmalayırdınız, sual verirdilər ki, niyə aparırsınız evimizi? Deyirdiniz ki, ermənilər onsuz da dağıdacaq da talayacaqlar, biz talayaq. Sizin boyunuzu yerə soxun. Nə danışırsınız bunun ardından siz? Nə danışırsınız? PUA ilə İrandan Azərbaycan sərhədinə narkotik ötürürsünüz. Siz hansı üzlə danışırsınız ümumiyyətlə? Qorxaqlar. Amerikaya cavab verin də, İsrailə cavab verin də. Təl-Əvivdə 2 dənə binanı vurmaqla deyil cavab. Bir-bir dənlədilər sizin rəhbərlərinizi, bir-bir. Birini yatdığı yerdə vurdular, birini uzandığı yerdə vurdular, birini oturduğu yerdə vurdular, birini qaçdığı yerdə vurdular, birini uçduğu yerdə vurdular. Cavabını verin, Bakı, Azərbaycan, Bakı. Tamam da başa düşdük, başa düşdük. Siz bizi çəkə bilmirsiniz, biz anladıq, biz bunu başa düşdük, gözəl anlayırıq. Qorxursunuz Azərbaycanın gücündən, vallahi da, billah da bilirik. O cizgi filmi raketləriniz var, birinin istiqamətini biraz düzəldin də İsrailə tərəf. Niyə eləyə bilmirsiniz? Çünki qorxursunuz, siz elə yerləri vurursunuz ki, İsrailin sizə cavabı ağır olmasın. Amma İsrail da etdiyini etdi də. Dini liderimiz Xomeneyni belə bir günün içərisində fatihəsini verdi də. Müçtəvada hələ ortalıqda yoxdur. Sağdımı, öldümü, qaldımı, aparatdadımı, aparatdan çıxıbmı? Siz bunun hesabatını verin, durub burada. Gündəm axtarsı, gündəm. Vallahi pisdə çıxmadım. Mən elə özüm gündəməm də. Nə gündəm axtarıram ki? Ən çox axtarılan adlardan biridir Səidə Bəkir qızı. Ay xanım, mən cəmaata gündəm verirəm. Mənə gündəm lazım deyil. Ay gündəm. Sabaha bir dənə də gündəm sən tapaysan. Yaxşı? Ananın bayası. Get, yat.